Salam, Ana Dil Akademiyasının değerli izleyicileri. Bu günlərim ERM Azərbaycan dili test vəsaitindən fonetika ilə bağlı bəzi sualların izahına baxacağıq. Testlərin davamlı olması üçün kanalımıza abunə olmağı, şərh bildirməyi unutmayın. Uyğunsuzluğu müəyyən edin. 28-ci sual. Şəkilçi mallardır. Vurğu qəbul edir, vurğu qəbul etmir. Uşaqlar, ma o halda vurğu qəbul edir ki, isim düzəldən və sifət düzəldən şəkilçisi olsun. İnkar şəkilçisi olduqda ma vurğu qəbul etmir. Deməli, uyğunsuzluq deyir, gəlmə oğlan. Oğlan, hansı oğlan? Gəlmə oğlan. Burada sifətdir, vurğu qəbul edir, doğru fikirdir. Oğlan, gəlmə. Burada da vurğu qəbul etmir. Bu da doğru fikirdir tamamilə. Deməli, 1-2 doğrudur. 1-2 doğrudursa deyə cavab aynen A, B, E variantları çıxır. D və C variantlarına baxaq. Lar. Lar şəkilçisi isim düzəldən şəkilçi olduqda vurğu qəbul edir. Ancaq feilin kəmiyyət şəkilçisi olduqda isə 3 haldan başqa digər hallarda vurğu qəbul etmir. Deməli, kitab aldılar. Taxta oyuncaqlar. Taxta oyuncaqlar vurğu qəbul edir. Doğrudur. Kitab aldılar. Bir də ki, şuhudi keçmiş zamanda deməli, kəmiyyət şəkilçilər vurğu qəbul edir. Ona görə 4 yanlışdır, 3 doğrudur. Dır. Vurğu qəbul edir. Uzun yoldur. Xeyr, vurğu qəbul etmir. Oxumağı sevdir. Burada da vurğu qəbul etmir. Doğru cavab 4, 5, 6. Yəni D variantı. Doğru cavab D'dir. Daha sonra boş xanalara hansı söz yazıla bilməz? Tələffüzdə 2 fərqli məqam var. Sözdə uzun tələffüz oluna bilməyən sahid işlənib. Ahəng qanuna tabedir. İndi uşaqlar, heç sonucuya baxmasaq da bütün hamısı ahəng qanuna tabidir. Tələffüzündə 2 fərqli məqam var. Cavanlıq, dadlıdır. Bir fərqli məqam var. Aydınlıq 2 fərqli məqam var. Ürəklə 3 fərqli məqam var. Ümidli 2 fərqli məqam var. Sözdə uzun tələffüz olunan hansı boş xanaya yazıla bilməz? Cavanlıq yazıla bilər, aydınlıq yazıla bilər. Ümidli yazıla bilər. Ürəklə ya dadlıdır, ya ürəklə, ya beri, ya D. Sözdə uzun tələffüz oluna bilməyən sahid işlənib. Ürəklə, uşaqlar unutmayın ki, ü ilə I uzun tələffüz oluna bilmir. Doğru cavab D variantı 29'da.